İzləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə OPS transformatorundan, yəni kəsintisiz güc qaynağı olan OPS-in transformatorundan güc qaynağı düzəltmək, akkumulyatorlara gərginlik vermək üçün, yəni şarj etmək üçün transformator düzəldəcəm. Bunun üçün bizə bir ədəd transformator lazımdır, OPS transformatoru. Bu OPS transformatoru gördüyünüz kimi 5 ədəd girişi var. Deməli, göy, qırmızı, qara, yaşıl və qara. Bu nə üçündür? Bu OPS-in belə bir, deyək, özünə məxsus bir platada bir releysi var. Gərginlik, gələn evyə şəbəkəyə gələn xəttdə gərginlikdə 220-dən və yaxud aşağı düşəndə və yaxud enəndə avtomatik reley transformatora lazım olan güc, voltajı nizamlayır, ona uyğun voltajı verir. Məsələn, 220 voltsa, bir qəfil 200-ə düşdükdə və yaxud bir anda düşdükdə reley avtomatik transformatora 220 axışın, yəni mavi ilə, göy ilə qaranı kəsir. Burada lazım olan 200 voltdan aşağı gərginlik, yəni naqilə öz gərginliyini ötürür. Yəni bu da releynin özünə məxsus, yəni OPS-lərin özünə məxsus bir xarakteridir. Məsələn, hər bir transformatordan bunu görmək olmaz. Bunu ancaq OPS-lərdə və yaxud köhnə televizorların platalarında görmək olar. Yəni çıxışımız isə mən ən yüksək ohmajlı olan xətti seçmişəm. Bu xəttdə isə 14.7 volt çıxış var. Yəni amperajı hardasa səhv etmirəmsə bir 30 amper, 40 amperə kimi qalxa bilir. Yəni bu da çox vaxtı kondensatorun tutumu ilə əlaqələndirir. Çünki kondensator ani yükə və yaxud qısa qapanma yüklə boşalanda bu 300 amper, 500 amperə kimi qalxır. Ancaq o milli saniyə söhbəti vardır. Milli saniyə ilə düşür və yaxud qalxır. İndi burada bizə bu alternativ akımdır, belə deyək, gərginlik gəlir. Bunu biz düzləndirmək üçün bizə körpü diod lazımdır. Gördüyünüz kimi körpü diod. Körpü diodumuzun markası RS45L. Yəni bu 10 amperə qədər belə cəryan şiddətini çəkə bilir. Gördüyünüz bu körpü diod. Ancaq məsləhət görürəm ki, siz 50-10-dan istifadə edin. Çünki 50-10-un böyük cəryan şiddəti çəkmə potensialı var, 50 amperə qədər. Yəni onu istifadə eləməyiniz daha yaxşıdır. Yəni transformatorumuz belə, transformatorumuza kondensatoru qoyulacaq. Bunu mən əvvəlki qısa videomda göstərmişəm. Deməli, transformatorda döyünmə olmamaq üçün, yəni parazit, şum olmamaq üçün, belə deyək, voltaj enib düşməmək üçün bizə kondensator, körpü diod lazım olacaq. Əgər siz sırf alternativ, məsələn, elə səs gücləndiricilər var ki, onlar alternativ akımla işləyir, yəni gərginliklə işləyir. Bunun üçün də kondensator, yəni belə qütübsüz kondensator qoyub elə istifadə edə bilərsiniz, döyünmənin qarşısını alın. Ancaq körpü diodsuz voltaj tez enir, tez düşür. Yəni o saniyə söhbəti var. İndi isə mən əvvəlki düzəltdiyim, yəni videolarda göstərdiyim belə bir kondensator bloku düzəltmişəm. Burada tekstolit girişimiz var. Bu yanmır və sıradan çıxmır. Yəni taxta kimi tez alışıb yanıb tutuşmur. Qısa qapanmalar və yaxud böyük amperaj. Burada isə göstərdiyim gibi kondensator blokum var. Bu kondensatorumun çıtlatası lehimləyəndə gördüm. Artıq gec idi. Kondensator blokunu düzəlmişdim, yığmışdım. Lehimləyəndə gördüm ki, çıtlata çıxır. O görə bunu sıradan çıxartdım. Burada 9000 mikrofarad kondensator var. Yəni çox böyük tutum var burada. Yəni belə deyək, 14.7 volt verirsə transformator, körpü diodla lap qalxsın 16 volta, kondensator onu 20 volta rahat təmin edə bilər. 20 volt göstərə bilər. Bizə sonra belə bir asar lazım olacaq.
qılçatır. Gördüyünüz kimi qılçatır lazım olacaq. Və belə UPS göstərim sizə blok lazım olacaq. Mən bunun qabağında çıxıntılar var, kəsdim. İndi bu videoda sizə bir söz deyim. Video bir parçadan ibarət olmayacaq. Video təkcə güc qaynağı necə düzəlir o haqqında bəhs olunacaq. Ancaq videonu mən istəyirəm ki, özümü güc qaynağı kimi düzəlir. Yəni part 1, part 2, part 3 kimi olsun. Gördüyünüz kimi baxın belə bir korpusumuz olacaq. Korpus. Buradan isə 220 volt verib buradan tronik kimi istifadə edəcəm. Yəni çıxışlardan istifadə edəcəm. Bir də tronikala ehtiyac olmayacaq. Yəni burada isə bir kauçuk və yaxud taxta ilə önünü düzəldəcəm. Bura multimetr, yəni digital multimetr qoyacağam. İndi isə işimizi başlayaq yavaş-yavaş. Əvvəlcə transformatorumuzun bu giriş pinlərini soyaq. Yəni çıxış pinlərini üzr istəyirəm. Bunun üçün gördüyünüz kimi saçqa ilə yan kəsici ilə kəsdim. Kəsdikdən sonra bunları düzəldirəm. Və yaxud əlim ilə vururam ki, lehim yaxşı götürsün. Lehimiz qızsın, lehim qələmimiz. Sonra isə mən necə körpü dioda bağlanır onu göstərəcəm. Gördüyünüz kimi əziz izləyicilərim, artıq transformatorumuzun çıxış, yəni dəyişən cəryan pinlərini soymuşam. İndi bunları lehimləyəcəm. Lehimləmək üçün mənə kanifol lazımdır. Kanifoldur. İndi isə bunu kanifola kanifol ilə ümid edirəm görürsünüz. İndi bunu kanifola batırdıktan sonra bunu da kanifola İndi isə bizə qalay lazım olacaq. Qalay isə belə bir qalay götürdükdən sonra bunu bir daha kanifollayırıq. İndi isə körpü diodumuzun ümid edirəm görsənir. Bir dəqiqə. Bəli. Orta iki ayaq bizim dəyişən cəryanımızın girişləridir. Sol plussu, sağ isə minussu. İndi mən bunu da lehimləyirəm. Yəni lehimi yedizirəm ki, rahat bize az lehim lazım olacaq. Gördüğünüz kimi lehimimiz artıq lehimlədik. Yəni lehimi körpü dioda vurduqdan sonra bizə belə makaron lazım olacaq. Makaronu balaca hissələrə kəsib İndi isə buranı lehimləyirik. Dəyişən cəryanımızın qütublarını lehimləyirəm. Bunu buraya keçirdirəm. Görəsiniz rahat. Bunu bura keçirdirəm. Ondan sonra gələn dəyişən cəryanın birini də bura keçirdirəm. Birinci makaronu keçirdikdən sonra bunu da bura lehimləyirəm.
Bunu buraya lehimləyirəm. Buradan gələn belə giriş pinlərini lehimləyirəm. Əvvəlcə makaronları keçirdirəm. Kemberdə deyilir rus dilində. Ancaq siz elektronika mağazalarında makaron desəz asanlıqla tapa biləcəksiniz. Bunun ucları çox böyükdür. Bunu kəsirəm. Bunu kəsdikdən sonra indi isə deməli boz bizim plus qütbümüzü lehimləyirəm. İndi isə diodumuzun plus qütbünü, yəni çıxış plus qütbünü lehimləyirəm. Lehimimiz azdır. Lehim vurmaq lazımdır. Bunu buraya lehimləyirəm. Plus qütbünü isə lehimlədikdən sonra minus qütbünü lehimləyirəm. Plus qütbünü də lehimlədikdən sonra plus qütbümüzün kemberini keçirdirəm. Bunu da keçirdikdən sonra hamısını bir yerdə. Bəli, indi isə lehim qələmi ilə makaronlarımızı daraldıram. Bəli, makaronlarımız daraldı artıq. İndi isə mənim əvvəlcədən düzəltdiyim induktor var. Yəni bu parazitin qabağında az da olsa kəsir, yəni yandırır. Bunu da flaks ilə lehimləyirəm. Bunu isə minus qütbünə lehimləyirəm. Bunu da buraya lehimlədikdən sonra bəli, bunu da buraya lehimlədikdən sonra minusumuzu lehimləyirəm. Minusu istəyirəm lehimləməmişdən qabaq bir-birinə bir dənə makaron keçirdim. Makaron keçirdəcəm indi. Makaron bildiğim gibi yeməli makarondur bu. Ne kadar komik ya. Daralan makarondur. Aşağı indirim. Şimdi ise bunu buraya lehimləyirəm. Neyse bunun ikisini birbirinden lehimləyirəm. Şimdi de bunu burada lehimləyirəm, makaronlayıram. Bəli, bunu buraya lehimlədikdən sonra indi isə transformatorumuzu UPS-ə qoyuram. Bəli, əziz izləyicilər, mən bunu bağlantılara bağlamışam, gördüyünüz kimi. Şəbəkədən ayırmışam. 220 girişimdir. Yəni UPS-in girişidir, güc qaynağının girişidir. Bunları səliqəli bağlamışam bura. Bu 220 volt girişidir və
3 dənə tranik əvəzedici 220 girişə bağlamışam. Sonra transformatorun çıxışından gəlir körpü dioda. Körpü diod biraz zəif qalır. Bu transformatorun amperajına görə. Gördüyünüz kimi ortada iki ayaq dəyişən cəryan. Sağ minus, sol isə plusdur. İndi mən sizə bunu açıq aydın göstərməkdən ötəri kondensatorlarımı da bağlamışam. Gördüyünüz kimi kondensator bağlanıb. Tekstalitin üzərinə girişlərim bağlanıb. Yəni çıxışlar bağlanıb artıq. Və burada induktorum var. Bu da belə deyək, şəbəkədə paraziti, döyünməni azaltmaq üçün. Burada bir voltmetrim var. Burada isə bir ampermetrim. İndi mən bunu qoşacağım, sizə göstərəcəm. 2 ədəd də belə şub düzəltmişəm. Yəni test başlığı kimi siz düşünün. İndi mən bunu qoşub sizə göstərəcəm. Ki, nə qədər amperaj çəkir, voltajı nə qədərdir göstərəcəm mən sizə. Gördüyünüz kimi bir daha göstərim. Transformatordur. Transformatordan gələn belə deyək, çıxışdır. Yəni dəyişən cəryan. Dəyişən cəryan burada körpü diod vasitəsilə sabitlənir. Sonra isə 9000 mikrofarad kondensatorumuza gəlir. Kondensatorumuzdan da induktora, induktordan da tekstalitə, yəni artıq çıxışdır. Siz izləyicilərim, mən bütün bağlantıları etdim. Gördüyünüz kimi voltajımız 20 voltdur. 14.7 volt çıxış verilir. Belə deyək, transformator, ancaq kondensator vasitəsilə bu yük çoxalır. İndi isə plusu minusa qısa qapanma edirəm. Gördüyünüz kimi amperaj yüksəlir. Amperaj yüksəldikdə də çox maraqlıdır. Yəni belə izləyicilər. İndi isə mən bir dənə eksperiment eləyəcəm. Gördüyünüz kimi burada bir platam var. Bu platada qısa qapanma edib dövrələri sıradan çıxardacağım. Gördüyünüz kimi izləyicilərim, ampermetrimiz sıfırdadır, yəni yük 3-də deyil. 20 voltumuz yerində. İndi isə bir qısa qapanma edək. Məsələn, gördüyünüz kimi mən burada qısa qapanma etdikdə aha, nəsə partladı. Bugünlük bu qədər izləyicilərim. İnşallah videonun davamı gələcək. Bugünkü videomuz əsasən transformator necə qoşulur, PS transformatorun ayaqları necə tapılır deyə elə video düzəldi. İnşallah videonun yenə bildirdiyim kimi ikinci hissəsi gələcək. Mən bu güc qaynağından, yəni bu tam hissəsi deyil də, yəni buna ayarlı, belə deyək, tənzimlənən bir blok düzəldəcəm, sonra fan quraşdıracağam. Analog və yaxud digital multimeter qoşacağım, yəni göstəricə qoşacağım. On-off düyməsi var, qoşacağım. Yəni bunu bildirdim, qoşa bilmədim. Yəni qoşacağım. Yəni videomuz bu qədər izləyicilərim. Əgər elektronikadan anlayışınız yoxdursa, məsləhət görmürəm ki, siz 220 voltla, yəni böyük gərginliklə işləyəsiniz. Çünki 220 gərginlik həqiqətən insan sağlamlığı üçün, yəni insan təhlükəsi var. Yəni sağlamlığında və yaxud insanı iflic edə biləcək gücdədir. Ümid edirəm sizin üçün əyləncəli video oldu, maraqlı video oldu. İnşallah yenə bildirdim ki, videonun ikinci hissə gələcək. Çünki ikinci hissədə daha yaxşı, daha təkmilləşmiş detallar istifadə edəcəm. Məsələn, 50-10 diod, körpü diod most istifadə edəcəm. Sonra təkmilləşmiş multimetrlər istifadə edəcəm, yəni göstərgələr. Sonra fan əlavə edəcəm. LM317 tənzimlənə bilən güc qaynağı düzəldəcəm. Yəni biz 20 voltla dayanmayacağıq. Daha yüksək enerjilərə ümid edirəm
transformatorumuz və körpü diodumuz imkan versə daha yüksək voltajlara sahib çıxacağıq, yəni qalxacağıq. Yəni indiki dövrdə 20 volt çox da istifadə olunmayan bir voltajdır. Yəni istifadə olunan 12-dir, 24-dir, 36-dır. Belə voltajlar da 64-dir. İnşallah mənim məqsədim bu güc qaynağını, amperajı da güclüdür. Yəni o tərəfdən, o cəhətdən daha yaxşı amperaj verir. Yəni videomuz bu qədər əziz izləyicilər. Transformatordur, bir ədəd UPS transformatorudur. Körpü diod lazımdır, böyük cəryan şiddətinə dözə bilən. Yəni bununla təkcə diod lazım deyil. Dioda çünki əlavə radiator da quraşdırmaq lazımdır. Çünki istər-istəməz oradan cəryan şiddəti keçəndə, yəni çəkəndə belə diod qızır. Bunun üçün bizə radiator lazımdır, termal pasta lazımdır, sonra təkmilləşmiş kondensatorlar lazımdır. Bu kondensatorlar Sovet dönəmindən qalıb. Hardasa 1983-cü ildə istehsala verilmiş kondensator, ancaq hələ yenə kimi işləyir. Sonra bir də özümdən induktor düzəltdim, parazitin qarşısını, döyünmənin qarşısını almaqdan ötəri. Yəni bu qədər əziz izləyicilərim, inşallah videonun ardı gələcək. Sizə də əgər video sizin xoşunuza gəldisə, abunə olub, bəyənib, rəy yazmağı unutmayın. Nəsə sözünüz, sualınız olsa, mənə rəy bölməsində və aşağı yazacağım, yapışdıracağım Telegram kanalından mənə yaza bilərsiniz. Oldu, çox sağ olun əziz izləyicilərim. Gülə-gülə.